Dostlar, hamınıza salam aleykum, xoş gördük, gününüz uğurlu olsun. Deməli dostlar, bu videonu axıra kimi baxın, çox maraqlı bir video olacaq. Deməli, 1-2 gün bundan qabaq Samira Efendiyevanın erməni iştirakçısına 12 xal verib və onun haqqına girə bilməyəcəyi dediyi ifadəni və ona sarılıb qucaqlamağa qarşı bir video çəkdim. Çox sağ olsun, millətimiz hamısı o videoya reaksiya verdi. Ümumiyyətcə o situasiyaya reaksiya verdilər. Hər birinizə minnətdaram. Amma bir qism insan həmən videonun altında rəy bölməsində hətta Samira xanıma qərait qazandırmağa da çalışdı. Bunu da qoyduq bir qırağa. Gözlənilən bir hadisə gəldi, çıxdı. Gözlənilən hadisə də nədir? 5 il ərzində Azərbaycan millətini təhqir eləyən, 5 il ərzində Azərbaycanın bayrağını öz canlılarına və digər erməni alçaqlarının canlılarında cıran, yandırtdıran bir erməni blogeri həmən bu videonu özündə paylaşıb və Azərbaycanı bir daha təhqir elədi. İndi o videonu sizə göstərirəm. Baxın, ondan sonra davam edeyim. Buyurun. İki kəlmə söyləyəcəm. Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqına mən heç haqq girə bilmərəm. Ona görə 12 pay Azərbaycandan sənə. Pay verildi. Получается, как только Пашинян и Алиев заключили мир, дружба, жвачка, связи, пожалуйста, ринулись петь за дружбу. Вот эта девушка свое место под чьей-то диктовкой отдает армянину, якобы они такие мирные. А может быть, это повод был обнять нашего армянского мужчину, я не знаю, сейчас не могу сказать, но она почему-то забыла своих погибших братьев, когда обнимала нашего Цезаря. Rus dilini bilən insanlar yəqin ki, bu videonu tam başa düşdülər. Bilməyənlər üçün tərcümə eləyəcəm. Həmən bu erməni blogeri, bu özü ümumiyyətcə Belarusiyada yaşayırdı, amma bizim Azərbaycanlıların köməyi sayəsində orada buna qarşı şikayət ərizəsi yazıldı və bu orada tutulmuşdu. Ondan sonra oradan buraxdırılıb, qaçıb getmişdi Ermənistana. Və hal-hazırda da bu videonu özündə paylaşıb bir daha Azərbaycanı təhqir elədi. Bu sözləri deyir oradakı. Bu xanım orada bizim iştirakçıya xal verməklə o deyəsən müharibədə dünyasını dəyişən qardaşlarını unudub. Və ya o sadəcə bizim erməni kişisini qucaqlamaq istəyirdi deyənə onu qucaqladı. Budur. Dediyi sözlər budur. Hətta orada əlavə edir ki, Azərbaycanlılar indi hamısı dostluq deyə dururlar, dostluq istəyirlər. Yəni buradan yenə də bu dostluq deyən insanlara müraciət edirəm. Ay insanlar, biz qalib tərəfiyik, bizə dostluq lazım deyil, biz yalvarmamalıyıq dost olmaq üçün. Onlar bizə yalvarmalıdırlar. Ay başınıza dönüm, siz nə deyib yaşayırsınız? Fikriniz nədir? Onsuz da bu ermənilər bizi alçaldmaqdan qalmırlar. Siz niyə bizi alçaldırsınız? Ben Rus dilində də müraciət eləyəcəm həmən bu erməni blogerinə və onun qismində olan bütün daşnaq ermənilərə. Слушайте сюда, армяне, нам с вами дружба нахрен не нужна. Мы с вами дружить никогда не будем, потому что вы недостойный народ, недостойный той дружбы, которую мы когда-то вам показали. С вами может заключен быть только мирный договор. И то мирный договор не означает, что мы с вами будем кентоваться, братствоваться. Вы будете жить мирно там, мы будем жить мирно здесь. Единственное, что может нас объединять, это дорога, по которой будут ездить машины. Вот и все. Мечтайте только о дружбе с азербайджанцами. Но, к сожалению вашему, вы эту дружбу не увидите. Вы недостойны этой дружбы. Вот так вот. Bizim millətdən də xahişim odur ki, bu videoya baxandan sonra təbii ki, fikirlərinizi rəy bölməsində bildirin. Görək yenə kim nə fikirləşir, kim hansı fikirdədir. İnşallah ki, Allah Teala Azərbaycanı qorusun, Allah Teala millətimizi qorusun. Yaşasın Azərbaycan.